ibarət olacaq. Yəni kişi cinsi zəifliyi mövzusu çox böyük mövzudur. Yəni bu məsələ çox böyük bir həm aktual problemdir, həm də həddən artıq çox səbəbli bir problemdir. Yəni kişi cinsi zəifliyi bir çox səbəblərin üzərində durur. Hal-hazırda mövcud. Hətta inandırım ki, elə səbəblər var, heç biz bilmirik. Bu radiasiyadan tutulmuş, mühitdən tutulmuş, belə deyək, ekologiyadan tutulmuş çoxlu səbəblər var. Hansını ki, biz tam duya bilmirik. Amma duya bildiyimiz, əlimizdə olan, yəni tibbi tədqiqatların nəticələri, hansılar ki, çap olunur, qabaqcıl Avropa ədəbiyyatlarında, burada çoxlu məlumatlar var. Hansılar ki, kişilərdə cinsi zəifliyin səbəblərinin necə çox olduğunu göstərir. Həddən artıq çoxdur. Belə deyərdim ki, sadə səbəblər var. Məsələn, sizə bir misal çəkim. Xlorlanmış suda, məsələn, xlorlanmış suyu birbaşa içmək kişidə cinsi zəiflik yaradır. Uzun müddət qəbul etdikdə testosteron zəifliyir. Yəni, belə bir məlumat almışam, informasiya almışam. Tədqiqat almışam ki, xlorlu su uzun müddət qəbul olunduqda kişilərdə testosteronu zəiflədir. Testosteronun miqdarını salır aşağı, onun təsir qüvvəsini zəiflədir. Estrogenizasiya kimi təsir, yəni qadınlaşma kimi təsir, estrogen hormonu kimi təsir edir. Yəni, xlorlu suda olan maddələr, yəni birləşərək, xlor birləşmələri, bunlar kişinin cinsi funksiyasına mənfi təsir göstərir. Ona görə məsləhətdir ki, xlorlu sudan filtrlənmiş şəkildə istifadə edəsiniz, ümumiyyətlə deyirəm, və yaxud içmək üçün istifadə edəndə onu ən azından qaynadasınız. Ki, yəni bu maddələr orada parçalansın və sizə pis təsir göstərməsin. Yəni, bu son tədqiqatlar bu barədə yazır, amma bu məncə bizə məlum olan tibbi problemlərin yanında bu çox balaca bir səbəbdir. Bugün qaraciyərlə bağlı olan cinsi zəiflik problemlərindən danışmaq istəyərdim. Yəni, çox adam fikirləşir ki, bu qaraciyərin bura nə dəxli var, qaraciyər hara, cinsi zəiflik hara. Amma məsələ ondadır ki, qaraciyər insanda, necə deyirlər, insan bədəninin laboratoriyasıdır. Bütün orqanlarda olan vacib maddələr, o cümlədən kişi maddəsi olan testosteronun da başlanğıc maddəsi qaraciyərdə hazırlanır. Yəni, testosteron bildiyimiz kimi xayalarda əmələ gəlir, prostat vəzi də onun dövriyyəsində rol oynayır, amma o maddənin orada əmələ gəlməsindən qabaq material gəlir qaraciyərdən. Yəni, mən özüm sadə dildə danışıram ki, insanlar başa düşsünlər. Və qaraciyərdə problem yarandıqda artıq bu testosteronun əmələ gəlmə prosesi pozulur. Bu bir səbəb, yəni qaraciyərlə bağlı cinsi zəifliyin. Çox adamlara deyəndə ki, qaraciyərində problem var, sənin cinsi zəifliyin bununla bağlıdır. İnsanlar bunu boş verirlər. Belə deyirlər, əkim əşi, o boş şeydir, qaraciyər hara, bura hara. Yəni, belə qaraciyərə necə deyərlər, barmaq arası bir səbəb kimi baxırlar. Amma qaraciyər cinsi funksiyada çox vacib bir orqandır, çox. Çünki kişilik maddəsinin, materialını qaraciyər hazırlayır. Yəni, testosteronun materialını xayalara qaraciyər verir. Qaraciyər düzgün işləmirsə, maddə əmələ gəlmirsə, testosteron da əmələ gəlmir. Xayalar da bunu istehsal edə bilmir. Çox sadə bir səbəb. Və burada bu saydığım birinci səbəb budur. Yəni, qaraciyərin işi ilə. İkinci məsələ nədir? Qaraciyərdə steroid birləşdirici hormon deyilən bir hormon əmələ gəlir. Bu maddə də cinsi hormonları özünə birləşdirir. Kişi hormonu da qadın hormonu. Və kişilərdə qaraciyərdə, bu da əsasən qaraciyərdə iltihab olanda, piylənmə olanda bu maddənin miqdarı artır. O hamıda var və yaşlandıqca onun miqdarı artır. Ona görə cavan adamlarda sərbəst testosteron daha yaxşı olur, yaşlandıqca onun miqdarı azalır. Nəyə görə? O testosteronun bir hissəsi həmən hormon. Averdent Orto, breketli dişlər üçün etibarlı seçim.